Sağlamlıqla bağlı ciddi problemlərə səbəb ola biləcək 5 qida məhsulu. 5-ci yer hamının sevdiyi mağaza sosları, mayonez və ketçup. Onların tərkibində çoxlu miqdarda şəkər, duz və müxtəlif kimyəvi əlavələr var. 4-cü yer ucuz kolbasalar. Bu məhsullarda demək olar ki, ət yoxdur. Onların tərkibi əsasən keyfiyyətsiz yağ, nişasta və konservantlardan ibarətdir. 3-cü yer hazır kartof püresi və tez hazırlanan ərişdə. Bu məhsullar çox yüngül və faydasız karbohidratlardır. Orqanizmə heç bir real qida dəyəri vermir. 2-ci yer burger və hot-doqlar. Belə məhsulların tərkibində tez-tez emal olunmuş əlavə maddələr və konservantlarla zəngin ətlər olur. Bu isə yalnız artıq kalori deyil, həm də qaraciyər və mədə üçün ciddi yük deməkdir. 1-ci yer ən zərərli məhsullar siyahısında lider, hamının sevimlisi olan kartof fri. Bu əsl kalorili bombadır. Orta ölçülü bir porsiya fri 400-500 kaloriya qədər enerji verir ki, bu da gündəlik normanın 1/3-ə bərabərdir. Özü də heç bir fayda olmadan. Kartof yüksək temperaturda qızardıldıqda akrilamid adlı maddə yaranır. Bu maddə onkoloji xəstəliklərin yaranma riskini artırır. Həddindən artıq duz orqanizmdə suyu saxlayır, ödemə səbəb olur və böyrəkləri yükləyir. Tərkibindəki transyağlar isə iltihabı artırır və ürək-damar xəstəliklərinin riskini yüksəldir.